Düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş şəhid gicirimiz, Azərbaycanın milli qəhrəmanı Mübariz Ağakərimoğlu İbrahimovun doğulub boya başa çatdığı Əliyabad kəndində oldum və valideynlərini ziyarət etdim. Şəhid atası, əli dəstəmazlı, ağzı dualı, qəlbi imanlı Ağakərim kişi ilə söhbətimizdə oğlunun şəhid olduğu gündən sübh namazını birgə qıldıqlarını söylədi. Bu həqiqətin işığında deyirəm, Allah ibadətinizi qəbul eləsin. Məqamınız mübarək, mübariz. Ağakərim ata, Şamama ana, oğul bəxş etdilər Azərbaycana. Şəhid şərəfi ilə dönüb dastana, xalqın iftixarı oldu mübariz. Böyük qələbəyə olaraq əmin, dünyaya göstərdi öz milli mənin. Şərəfsiz dediyi yağı düşmənin canına vahimə saldı mübariz. Güc aldı mübariz torpaqdan, haqdan, üzü ağ çıxaraq ülvi sınaqdan. Neçə qəsbkarı tapdaq torpaqdan, alaq otu kimi yoldu mübariz. Yolum şəhidlikdir eylədi bəyan, tək qazi olsun qoy Azərbaycan. Üçrəngli bayrağa fəda etdi can, qəhrəman adını aldı mübariz. Döyüşçü arzusu olacaqmı Çin, Xocalı sızılatdı hey için, için. Torpaq yanğısını söndürmək üçün qara bulut kimi doldu mübariz. Vətən köynəyindən keçdi mübariz, andını vətənə içdi mübariz. Öz zəfər yolunu seçdi mübariz, əsir torpaqlara yoldu mübariz. Düşməni sarsıdan qoldu mübariz.